yığmalar var ya, məsələn üçün də dünya çempionatında, Avropa çempionatında dominantlıq edən ölkələrdə, deyək ki, bu Fransadır, nə bilim, İngiltərə, İtaliya, İspaniya və onları qoyduq bir tərəfə. Ukrayna kimi, İslandiya kimi bu kateqoriyanı biz komandalarla oynaya bilərik, xal ala bilərik, qələbə qazanma, məsələ budur. Qazana bilərik. 100%. Yəni outsider mövqeyi ilə barışmaya. İslandiya səni hesab qoydum. Yəni o cür belə üstündən əzib xışlayıb keçməməlidir. Çempionatda bu tərəfdə oynayırdı. İspaniya idi, elə bir İslandiya. Elə Allah ki, İspaniya oynayırsa, tik-tak oynayırdı bizə İslandiya. Bizim məzələnirlər bizi ilə. Yəni adama təsirli oldu da. Yəni deyirə əsəbləşmişlər oldu. Yəni kim olsa o vəddə gələrdi. Yəni İslandiya nədir ki, sənlə gəlib tik-tak oynayır? Sən bu Ukrayna oynadığın İslandiya oynasan, yalnız başa-baş mübarizə gedəcək. Nə oldu? Həmin Ukraynada getdi İslandiyaya 5 dənə vurdu. 3 gün bundan qabaq. Və də 5-3 səfərdə tutdu. Zarafat deyil, biz həmin Ukrayna oynayırdıq. Həmin İslandiya gəlib bizə 5 dənə nətər vurur? 5 dənə biri var ki, döyə-döyə vurur, məzənlə vurur. Yəni elə bir şey yoxdur da. Yəni ona görə deyir ki, yəni iş var da. Yəni Ayxan getdi, bir gün, 2 gün bu qədər işləri çevirdisə, öz ekibini gətirsə, özü yığdısa, yəni həmisi bütün ekibin alqış düşür ona. Yəni mən ona görə deyirəm, Cahangir Hacıyev sizə həqiqətən o sıxdınız şey elədiniz ki, onu orada yola saldınız. O yola salmasa yenə heç belə bir şey olmayacaqdı. Yəni davam eləyəcəkdi, gələn də dolduracaqdı, gedən də dolduracaqdı. Yəni o hadisə baş verdi. Bu getdən birinci önəmli məsələ. İkinci sağ oluşucu Ayxana o ekibini getdi, həqiqətən gecə gündüz yatmadılar. Oturdular, işlədilər, çalışdılar. Yəni milli belə bir səviyyəyə gətirdilər. Həqiqətən yəni böyük uğurdu. Yəni doğrudan böyük. Və o azarkeş inanmaq istəyir. Əlbəttə ki, inanmalıdır adam. Göstərdi ki, inanmalıdır qara Azərkeş. Gəlməlidirlər stadiona. Yəni içi biz başda olmaqla hamı stadionda olmalıdır, iştirak etməlidir. Yəni görsənir ki, millidə inkişaf var. Yəni olacaq da. Bizim xalqımız milli komandadan soyumuşdu. Bəli. Təxminən imtina etmək həddinə çatmışdı. Millinin son illəri var idi. Bəli. Mən də razıyam. Çünki bu əcnəbiləri gətirirdilər. Baxırsan ki, məşqçi əcnəbidir, futbolçular belə futbolçular kökləyə bilmir. Stadiona 5000, 6000 azarkeş gedirdi. Təsəvvür edirsən. Elə oyunlar olub son illərdə. Milli oynayır Bakıda. Stadiona heç 10.000 adam getmirdi. Amma bu oyundan sonra məsələn İslandiya bizi çox maraqlı. Amma İslandiyanın Bakıda inşallah görəcək, stadion da olacaq. Bizi çox maraqlı. Əmin ama da olacaq. Həqiqətən yaxşı futbol. Bizə niyə görə? Bizdə insanlar futbolu anlayırlar. Bu milli, bəli, doğma milli belə olur. Bax bu mənim doğma millimdir. O birisi milli ögəy övladıdır. Biz istədiyimiz. Ögəy övladıdır.